Salam, hörmətli izləyicilər. Sami Əfəndinin elədiyi hərəkət dövlət qurumlarına ibrət olmalıdır. Dövlət qurumlarına nəticə çıxartmalıdır. Məsələ burasıdır ki, hörmətli izləyicilər, mən özümdə əlilliyi olan şəxsəm, əlillik arabasında düzdür, müharibədə olmamışam. Amma mənim sovet vaxtı erməni əlillik eləyib. Nəyə görə bunu deyirəm? Sami Əfəndinin elədiyi hərəkətə görə bizim şəhid ailələri, bizim belə deyək də, qazilərimiz qəzəbləniblər. Düzdür, onun elədiyi hərəkət yaxşıdır, düzgün eləmir. Mən də onu qınayam. Həm bir vətəndaş kimi, həm əlilliyi olan şəxs kimi. Hörmətli izləyicilər. Amma dövlət qurumları daha çox qınanmalıdır. Niyə? Onu qeyd edir. Ona görə qınanmalıdır ki, hörmətli izləyicilər, dövlət qurumları, aidiyyatı qurumları kimi hara göndərdiyini bilməlidir. Əgər beynəlxalq tədbiri varsa, mütləq o təcrübəli adam göndərməli. Bilirsiniz, incəsənət sahəsi deməyək də, musiqi deməyək. Bizim təhsilimiz var, bizim iqtisadiyyatımız var, digər belə sahələrimiz var ki, hansı ki beynəlxalq tədbirlər olur. O təcrübəli adam göndərməli. Bu Sami Əfəndilər nəticə çıxartmalıdır dövlət qurumları. Təcrübəsiz adamları hər yerə göndərmək olmaz. Hörmətli izləyicilər, bir abırsızlıqdır. Ona görə hesab edirəm ki, dövlət qurumları daha çox qınanmalıdır bu məsələdə. Samiyyədən, Sami Əfəndidən. Hörmətli izləyicilər. Mən özüm 2 yaş yalan olanda sovet vaxtı. Mən özüm 1981-ci ildən anadan olmuşam. 2 yaş yalan olanda mənim başımın arxa nahiyəsində çıban çıxıb. Orada erməni həkim əməliyyat edib. Parkinqada mənim nerv sistemə toxunub, əlil olmuşam. Hörmətli izləyicilər. Ondan sonra valideynlər neçə də həkimi göstərib, özüm də gedmişəm böyle olduğum zaman valideynlərdən sonra belə deyək də. Hamısı onun nəticəsidir deyir, hamı deyir ki, səhv əməliyyat olub, səhv əməliyyatın nəticəsidir. Nəyə görə bunu deyir? Mən indi 44 yaşım var. Mən bu əməliyyat qəzəbimi belə deyək, söndürə bilmirəmsə, bizim şəhidlərimiz təzə rəhmətə gedib, Cəmin Beşirdir, belə deyək. Bizim qazilərimiz təzə qazi olub, Cəmin Beşirdir. Onların qəzəbi sönmədiyi halda Sami Əfəndinin elədiyi hərəkət təbii ki, qınanası bir şeydir. Hörmətli izləyicilər, əsas məsələdən bir də budur ki, ona görə ki, baxın, mən özüm hüquqşünasam. Mən bilirəm ki, ev nümunəsinə görə, digər nümunəsinə görə yaxın qohumlar, ata, ana, bacı, qardaş bir-birinə danışmırlar. Hətta kiminsə toyunu bir-birinə gördülər, üst söndürək gömürlər bir-birini. Bura belə bir haldır, elədiyi halda. Yəni Sami Əfəndi niyə gəlib görüşməlidir ki? Düzdür, orada o səs veribsə, məcbur veribsə, onu da yol var idi. O başqa bir hərəkət eləməli, misal üçün. Deməlidir ki, hörmətli izləyicilər, əgər səsi veribsə, deməlidir ki, mən səsi verən musiqi və susuram. Musiqi xatir. Məsəl üçün, belə bir sözlər deyə bilərdir, hörmətli izləyicilər. Yəni, siyasi sözlərdən istifadə eləməlidir. Görünür, təcrübəsi yoxdur. Ona görə deyirəm, təcrübəli adam gelməlidir həmin tədbirə. Ümumiyyətlə, bundan sonra nə tədbir olsa, hamısına təcrübəli insanlar gelməlidir. Hörmətli izləyicilər, mən belə düşünürəm. Mən videonun bir hissəsinə baxmışam, hala ki, o erməninin belə deyək, qucaqlaşırdı. Orada deyir ki, Sami Əfəndi getdi görüşdü, belə deyək, qucaqlaşdı. Mən baxın, görən erməni yaxınlaşır. O, Sami Əfəndinin səhvi idi ki, elə bir söz deməkdir ki, o erməni gəlir səhnədən düşmədi, pərt olub qarardı. Dediyim kimi, deyərdi ki, mən musiqiyə hörməti sonsuzdur və qiyməti ona görə verirəm. Və yaxud nəsə başqa bir söz deyə bilərdi. Bunun deyilməsində, dediyim kimi, təcrübəli adamlar gelməli. Təcrübəli adamlar gelmirsə xeyir yoxdur. Bizim o qədər xalq artistlərimiz var, o qədər əməkdar artistlərimiz var. Onlardan birini göndərməlidirlər də. Təcrübəsiz adamı göndərib, o da olub. Məsələ budur, hörmətli izləyicilər. Və bir şey var da, mən də həm təşkilat rəhbəri kimi deyim, həm hüquqşünas kimi deyim ki, beynəlxalq arenada istər olsun, istər yerli səviyyədə olsun, harası gedirsənsə, özümü elə yapamazsa siyasi cəhətdən. Bir ata sözü var, deyir, nə şiş yansın, nə kebab. Onu elə eləmək lazımdır, hörmətli izləyicilər, mütləq qaydadan. Onu eləmir, ona görə sonra əziyyət çəkir. Sonunda onu bir daha demək istəyən ki, dövlət qurumları bundan nəticə çıxartmalı. Dövlət qurumlarına belə deyək, ibrət olmalıdır. Ki, gələcəkdə belə kimlərsə harası göndərilir, baxsın nə görsün kimlər göndərir. Hörmətli izləyicilər. Əsas məsələdən biri budur.
Demək istədiyim budur. Mən də bunu qınayıram, amma daha çox adəti qanundan qınanmalıdır. Hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Sağ olun.